Əvvəlcə onu deyək ki, ümumiyyətlə danışıqların başlaması müsbət haldır. Onun harda və kimlər tərəfindən idarə olunduğu ikinci dərəcəli məsələdir. Məsələ ondan ibarətdir ki, görünür artıq İranla Qərb arasında olan ziddiyyətlərin, konfliktin aradan qaldırılması üçün hərbi güc tətbiqindən çox danışıqlara üstünlük verilir. Lakin bu bir başlanğıcdır. Danışıqların gedişi və ondan sonra verilən bəyanatlar da göstərir ki, hələ irəlidə çox məsələlər var ki, onları aydınlaşdırmaq lazımdır. Ona görə də tərəflərin hər biri ikinci mərhələ danışıqlar ərəfəsində masada öz mövqeyini gücləndirmək üçün müəyyən bəyanatlar verir və addımlar atırlar. Mən belə hesab edirəm ki, İran rəsmilərinin o bombalarla bağlı dediyi fikirlər də məhz buna xidmət edir. Yəni göstərmək istəyirlər ki, İran qarşı tərəfdən çəkinmir və bütün variantlara hazırdır. O biri tərəfdən də məlumdur ki, Uitkov danışıqlardan sonra Amerikanın hərbi gəmilərindən birinə çıxmış və orada müəyyən görüntülər yayılmışdır. Bu deməkdir ki, tərəflər indi növbəti raund ərəfəsində bir-birinə öz mövqeyində qalacaqlarını nümayiş etdirirlər və bunun fonunda İran tərəfinin partlamayan 12 bombaların olması ilə bağlı verdiyi bəyanat da məhz həmin kontekstə uyğun gəlir. Deməli, belə görünür ki, birinci raundda ancaq tanışlıq xarakterli söhbətlər, danışıqlar, müzakirələr aparılmışdır və tərəflər öz mövqelərində qalmaqda davam edirlər. Bunun isə potensial nəticələri ola bilər. Birincisi ondan ibarət ola bilər ki, sonraki mərhələlərdə tərəflər danışıqlar prosesini daha real və barışçıl bir mövqeyə çıxartsınlar. İkincisi isə tərəflər bir-birinə qarşı qoyduğu məhdudiyyətlər və şərtləri daha da sərtləşdirə bilərlər. Üçüncüsü isə müəyyən əlavə qüvvələr, sülh yaradıcı, barışdırıcı qüvvələrin işə qarışması ilə tərəflər arasında vəziyyət yumşaldıla bilər. Bütün bu hallarda hansı ssenarinin üstün gələcəyindən asılı olaraq İranla Amerika arasındakı danışıqların sonraki taleyi həll olunacaqdır. Bizə elə gəlir ki, burada əsas məqam diqqət barışıq və sülh yolu ilə problemin aradan qaldırılmasına yönəlməlidir. Çünki əgər hər hansı hərbi toqquşma baş verirsə, o bütövlükdə regiona, o cümlədən Cənubi Qafqaza ciddi təhdidlər və risklər yarada bilər. Çox maraqlıdır ki, etirazlar zamanı həbs edilən şəxslərin əfv edilməyəcəyi ilə bağlı İrandan rəsmi açıqlamalar gəlir. Amerika Birləşmiş Ştatları üzdə göründüyü qədər bu mövzuda çox həssasdır. Əgər bu danışıqlardan, kompromisdən söhbət gedirsə, İran nəcəb belə bir addım atmadı? Etirazlar zamanı saxlanılan şəxslərin azad edilməsi ilə bağlı bir qərar və ya bir anons vermədi. Mən elə gəlir ki, İran bunu eləməyəcək. Çünki o halda İran simasını itirmiş olur. Müstəqil dövlət kimi dirəniş göstərmək imicini itirmiş olur. Buna görə də həbs olunanları azad etməyəcək və o barədə düşünmür. Digər tərəfdən isə əgər İran belə bir addım atsa, özünün günahkar olduğunu dolayısıyla sübut eləmiş olur, təsdiq eləmiş olur, göstərmiş olur ki, bunu da rəsmi Tehran heç zaman deməmişdir, etmir və etməyəcəkdir. Ona görə də həbs olunanların nə vaxt azad olunacağı məsələsi qeyri-müəyyən vaxta qədər qalır və onların ümumiyyətlə azad olunub olunmaması məsələsi də həll olunmamışdır. Sanki bu addımı atsaydı dünyanın gözünə bir humanist yanaşmasıyla fərqlənən bir ölkə ola bilərdi. Bəlkə də bu bir fürsət idi İran üçün Amerika ilə danışıqlarda. Amma bu addımı atmadı. Çox maraqlıdır. Bəli, addımı atmadı. Siz dediyiniz fikir çox doğrudur bir aspektdən, bir mövqedən ki, ümumiyyətlə İran özünün humanist dövlət olduğunu, demokratiyaya, insan haqlarına hörmət etdiyini nümayiş etdirə bilərdi. Amma bunu etmədi. Məsələ burasından ibarətdir ki, İran əvvəlcədən bu ittihamları qəbul eləmir. Bu irakları qəbul eləmir və hesab eləmir ki, o bununla anti-humanist addım atmışdır. Hesab eləyir ki, bununla o milli maraqları gözləmişdi, İran cəmiyyətinin maraqlarını gözləmişdi, dövlətçiliyin müstəqil olmasını gözləmişdir. Buna görə də bu işdə haqlıdır.